Hörmətli dinləyicilər, hamıya salamlar və bu dəfəki podkast bir filmin, bu yaxınlarda izlədiyim bir filmin dərin analizinə həsr olunacaq. Adətən bu tip analizlər məndə biraz azdır, amma filmdən əldə etdiyim təəssüratlar o qədər yüksəkdir ki, mənə elə gəlir ki, bunun haqqında belə ətraflı danışmağına dəyər. Film Komünyon adlanır. Komünyon 1989-cu ildə çəkilib. Baş rolda Christopher Walkendir. Başqa aktyorlar da var, amma onları mən ətraflı tanımırdım və indinin özündə də yeri gələndə bəlkə də hardasa epizodik olaraq görmüşəm, amma mənə elə gəlir ki, əsas aktyor burada Christopher Walkendir. Lindsay Krause, Francis Sternheim, yəni bu aktyorları açığı mən tanımırdım. Amma Christopher Walken mənə gəlir ki, çox maraqlı bir aktyordur. Öz performansı ilə və şəxsi keyfiyyətləri ilə həmişə mənim üçün bir xüsusi yerə malik olub. Son dövrlərdə də bu aktyor olduqca populyardır. Düzdür, yaşı artıq çoxdur, amma Dune filmində imperator rolunu oynayıb və əslində hər nə qədər qəribə olsa da bugünkü filmlə də bağlılığı var. Həm Dune filmində, həm Komünyon filmində söhbət ondan gedir ki, filmdəki hadisələr, Komünyondakı hadisələr 85-ci ildə cərəyan eləyir. Əsas obrazın adı Whitley Strieber'dır. Qısaca, yəni Whitley deyəcəm mən. Və Whitley çox yaradıcı bir insandır, o yazıçıdır. Onun öz evində ayrıca bir otağı var. Çalışır ki, yazsın, çalışır ki, nəsə bir performativ bir işlər görsün. Amma müəyyən əziyyət də çəkir. Biz film əsnasında görürük ki, Whitley əslində yazıçı blokundan əziyyət çəkir. Yazıçı bloku o deməkdir ki, o sanki ilişib qalıb və yaza bilmir. İstədiyini eləyə bilmir. Bundan əlavə biz görürük ki, o öz ailəsi ilə kifayət qədər mehriban münasibətdədir. Bir övladı var, bir həyat yoldaşı var və filmdə əsas məsələlər də elə ondan başlayır ki, o öz qonaqları ilə kənd kimi bir yerdə öz bağ evinə səyahət edir və bu bağ evində müəyyən hadisələr baş verir. Bunu izah etmək çox çətindir. Bu daha çox yad planetlərin gəlib onu əsir alması kimi təsvir oluna bilər və ondan sonra onun davranışları dəyişir, onun sağlamlığı dəyişir, baş ağrıları olur və s. Və film də bunun üzərində qurulub. Yəni bunun həqiqiliyini sanki biz sorğuluyuruq, başa düşməyə çalışırıq ki, görəsən Whitley həqiqətən də bunu yaşayıb yoxsa yox. Yaşayıbsa, deməli yad planetləri var və onlar vaxtaşırı gəlib müəyyən belə deyək işlər görürlər. Yaşamayıbsa onda bəs söhbət nədən gedir? Bax, hər şey belə mürəkkəb bir atmosferdə baş verir. Xüsusilə xoşuma gəlir ki, 80-ci illərin ab-havası çox ideal bir formada çatdırılıb. New York, yaradıcı bir insan, kiçik bir ailə modeli, bir həyat yoldaşı və övladı ilə birlikdə Whitley, əsl belə müasir, modern bir ailə məişət nümunəsidir və o xarici dünya ilə, öz yaradıcılığı ilə əlaqə qurmağa çalışır. Filmdə çoxlu simvolları var, həddindən artıq. Və mənə təəccüblü gəldi ki, niyə görə mən indiyə qədər bu filmi izləməmişəm? Niyə görə onun varlığından xəbərim olmayıb? Təəccüblü gəlir, çünki mənə elə gəlir ki, mənim uşaqlıq dövrümdə 90-cı illərdə, 2000-ci illərin əvvəllərində televiziya kanalları 80-ci illərdə çəkilmiş bir çox filmləri hələ də göstərirdilər. Və televiziyada bu film necəsə özünü göstərməli idi, yəni necəsə öz yerini tapmalı idi, amma görünən odur ki, mənə elə gəlir ki, yəni ola bilər səhv bilim, amma mənə elə gəlir ki, Azərbaycan telekanallarında bu film göstərilməyib heç vaxt. Göstərilibsə belə, ya mən unutmuşam, ya da ki, yenə deyirəm ki, ola bilər necəsə öz yolunu tapa bilməyib. Bu məsələlər mənə nəyə görə maraqlı gəlir? Çünki filmi izlədikcə mən filmdən mənə lazım olan şeyləri özüm üçün dartıb çıxara bildim və özümdən orada nələrisə görə bildim deyə filmin mənim üçün faydası çox böyük oldu, əhəmiyyəti də böyükdür. Və mən başladım filmi müəyyən qədər araşdırmağa, onun haqqında düşünməyə, düşündükcə müəyyən şeylər ortalığa çıxdı, müəyyən nəticələrə gəldim və bu podkastda da mən bu nəticələri paylaşacağam. Ona görə də mənə elə gəlir ki, analitik hissələr çoxdur
və mən qısaca sizə təsvir elədim söhbət nədən gedir daha doğrusu bu filmdə. Hər şeyin mərkəzində Whitley var. Whitley obrazı, o necə bir obrazdır, necə bir insandır, bunu başa düşmək, filmi başa düşmək üçün inanılmaz dərəcədə əhəmiyyətlidir. Çünki elə bir filmdir ki, bu bir insanla bağlıdırsa, böyük ehtimal ki, artıq başa düşürsüz ki, bu onun psixologiyası ilə bağlı olacaq. Bu onun belə deyək, hansısa bir macerası, hansısa bir yolu haqqında olacaq. Bax, bu baxımdan mütləq biz müəyyən məqamlara xüsusi olaraq fokuslanmalıyıq, dərinliyinə getməliyik, spekulyasiya eləməliyik və s. Mən qısaca olaraq filmi məzmununu izah elədim və artıq qeyd elədim ki, Whitley çox önəmli bir məqamdır filmdə, təbii ki. Və bir məsələni vurğulayım ki, filmin elə başlanğıcında biz görürük ki, Whitley əslində müəyyən qədər narsisist insanın xüsusiyyətlərini bizə çatdırır və yaradıcı insan olması da bu ikisi birlikdə olduqca qəribə və təhlükəli əslində bir vəziyyəti ortalığa çıxarır. Çünki Whitley öz həyat yoldaşını və övladını bir yük kimi və əlavə məsuliyyət kimi əslində başa düşür. Sadəcə bunu kənara göstərmək istəmir və eləmir və onlar dostları ilə birlikdə bağ evinə gedəndən sonra bağ evində müəyyən bir hadisə yaşanır. Bu hadisə tipik filmlərdə və kitablarda təsvir olunan yad planetli istilasına oxşar bir şeydir, amma təbii ki, bütün ölkəni yox, sadəcə Whitley-də maraqlı olan bir yad planetli baş çəkməyidir. Və həmin o bağ evində biz Whitley-də müəyyən fərqlər sezə bilərik və yaxud da spekulyasiya eləyə bilərik. Çünki Whitley bağ evində şəhər evindən fərqli olaraq artıq sırf ata rolunu və həyat yoldaşı rolunu, eləcə də qayğıkeş dost rolunu daha ciddiyə almalıdır. Başqa sözlə o üzərində bir təzyiq hiss eləyir. Bu təzyiq onun psixologiyasında necəsə artıq dəyişikliklərə səbəb olur və bu dəyişikliklər onu gərginləşdirir və hələ üstəlik bu azmış kimi yad planetli gəmisi gəlir çox yüksək belə intensivlikdə bir işıqla onun evinə, onun yataq otağına və onun artıq məxfiliyini, yəni ki, öz şəxsi həyatını əlindən almağa çalışır. Yəni burada məsələ əslində kifayət qədər allegorikdir. Yenə deyirəm, ilk bizim fokuslanmalı olduğumuz məsələ budur ki, Whitley kənd deyəndə, yəni bağ evində özünü artıq fərqli birisi kimi hiss eləyir, məsuliyyəti artır, o artıq fərqlidir, fərqli birisi olmalıdır. Gəlmələr, yad planetlilər isə onun işini daha da çətinləşdirir sanki. Whitley ümumiyyətlə harda olursa olsun mütləq həmin o məkanda hər şeyin mərkəzində olmağı bacarır. Qaydaları diktə eləməyi bacarır. O göstərir ki, idarə etmə onun əlindədir. Yəni bu çox önəmli bir məsələdir. Çünki yad planetlilər onu artıq əldə eləməyə çalışanda və öz gəmilərində onu uzandırıb belə deyək, onun üzərində təcrübələr aparmağa çalışanda Whitley ümumiyyətlə çox aciz bir vəziyyətə düşür və onun bütün maskulinliyini və patriarxal belə deyək, müdafiəsini əlindən alır. Bu çox vacib bir məsələdir. Ona görə də bu, daha doğrusu Whitley bu vəziyyətlə barışmaq istəmir. O özünün müstəqilliyini, öz bədəninin və psixologiyasının müstəqilliyini heç kimin əlinə vermək istəmir. Təbii olaraq onda qəzəb yaranır. Bu qəzəb artıq filmdə də göstərilir ki, çox ciddi problemləri yaratmağa başlayır. Bu qəzəb onun xüsusilə də həyat yoldaşı tərəfinə istiqamətlənir. Övladı ilə bağlı çox şey xatırlamıram, amma düşünmürəm ki, övladına qarşı onu istiqamətləndirsin. Və nəzərə alsaq ki, onun əslində əhatəsində olduğu insanların sayı çox azdır. Deməzdim ki, digər insanlar bundan çox əziyyət çəkir. Əsasən sırf öz ailəsi bundan əziyyət çəkməyə başlayır. Və
Nəzərə alsaq ki, mən həm də qeyd elədim ki, Whitley yazıçı blokundan əziyyət çəkir və üstəgəl ailəsinin də onun üzərində müəyyən bir təzyiqi var. Yəni o təzyiq get filan şeyi elə tipində bir təzyiq deyil və yaxud da mənə filan şeyi al, filan şeyi bu o formada deyil. Sırf bu təzyiq şuuraltı bir təzyiqdir. Whitley yaxşı başa düşür ki, o əgər ortalığa nəticə qoya bilməsə, o əgər yazısını yaza bilməsə, kitabını nəşr edə bilməsə, onun ailəsi əziyyət çəkəcək və o onu indidən hiss eləyir. Ona görə də şuuraltı olaraq Whitley'nin bütün bu problemləri müxtəlif hallüsinasiyalar, yuxu iflici və yaxud da müxtəlif qarabasmalar formasında göstərməyə başlaya bilər. Məhz bu səbəbdən də biz filmdəki yad planetli obrazlarını və elementini əslində olan bir şey yox, sırf Whitley'nin psixologiyasının, şuuraltısının müdafiə mexanizmi kimi əslində başa düşməliyik. Çünki biz əgər diqqətlə fikir versək, yad planetlilərin xarici görünüşləri, onların belə deyək, hərəkətləri bu tipik bir elmi fantastika elementi deyil və yaxud da nəticəsi deyil. Ümumiyyətlə bilirsiniz, bu elmi fantastika filmi olsaydı Communion, o yad planetli gəmisinə və yad planetlərin dizaynına, xarici görünüşünə, onların davranışlarına çox xırdalıqlı formada fikir verərdi. Amma biz burada çox ümumi, gülməli, kobud yad planetləri görürük. Yəni sırf burada yad planetli elementi belə deyək, Whitley'nin öz şuurunun bacara bildiyi qədəri ilə müdafiə mexanizmini necəsə şəkilləndirməsidir. Yəni filmin adı da Communion adlanır. Communion kommunikasiya, ünsiyyət mənasında istifadə olunan bir sözdür. Film oğurlanma adlanmır, düzdürmü? Film Communion adlanır. Communion psixoloji olaraq bir əslində prosesdir Whitley üçün. O yaxşı başa düşür ki, daha sonradan, daha doğrusu o yaxşı başa düşür ki, əslində o öz problemləri ilə ünsiyyətə keçməlidir. O özünü tapmalıdır. Özü ilə ünsiyyətə keçməlidir və ancaq ondan sonra müəyyən nəticələrə ümid eləmək olar. Ancaq ondan sonra öz yaradıcılığını və ailəsini qaydasında dərk edə biləcək və onlarla lazım olan həyatı yaşaya biləcək. Bu çox önəmli bir şeydir. Mənim ilk məsələm bu podkastda da budur ki, biz başa düşməliyik ki, Communion sırf ənənəvi elmi fantastika filmi deyil. Biz burada çox belə qəribə bir yad planetlilər görürük, çox belə fərqli bir şey görürük və burada nevrotik, özü ilə həddindən artıq maraqlanan, narsist, yaradıcılıqla məşğul olan bir şəxsin psixoloji müdafiə sistemlərini görürük. Burada əslində çox şey ola bilər. Burada söhbət təkcə ailə məsələsi də deyil. Burada şəxsin yaşa dolması ilə bu haqqda mən danışacağam. Yaşa dolmaqla bağlı çox kiçik elementlər var ki, izləyici onu əgər görməyi bacarmasa, o sadəcə belə sözdür də, amma bəzi siqnallar var, açar sözlər var ki, o açar sözlər yeri gələndə Whitley'nin psixologiyasını başa düşmək üçün bizə çox kömək eləyir. Ona görə də daxili psixoloji qırılmalar burada yad planetli hansısa bədheybət elementi ilə özünü göstərməyə başlayıb. Çox önəmli bir şeydir. Və Whitley belə problemlərin fövqündə əslində sağalmaq da istəyir. Ona görə o hipnoz terapiyası ilə məşğul olmağa çalışır. Ona görə ailəsinin təklifini qəbul eləyir. Öz xatirələrinə, öz psixoloji macəralarına doğru qorxmadan əslində müəyyən müddətdən sonra hərəkət eləyir. Bu da çox vacib bir məsələdir. Amma Communion'un bir film kimi gözəlliyi də məsələn burada elə budur ki, biz başlayırıq bunu başa düşməyə müəyyən nöqtədən, analiz eləyirik özümüz üçün, həm şuuraltı olaraq, həm aşkarda və müəyyən müddətdən sonra başa düşürük ki, yox, bir dəqiqə, burada bir əslində dönüş nöqtəsi də var. Gəl başqa bir şeyə də şans verək və gəl başqa bir şeyə də belə deyək də tənqidi yanaşaq və başqa bir şeyi də analizə daxil eləyək. Çünki bağ evində gecələyən qonaqlarda
gecə vaxtı çox parlaq işıq gördüklərini qeyd eləyirlər. Onlar da bu müəyyən məsələlərdən, o yad planetli məsələsindən əziyyət çəkirlər. Whitley'nin övladı da deyir ki, bəs məni gecə oğurlamaq istəyirdilər. İndi məsələnin maraqlı tərəfi nədir? Əgər bu subyektiv bir şey olsaydı, əgər ancaq bu Whitley'nin başına gəlsəydi, onda niyə görə Whitley'nin qonaqları da parlaq işıqlar görürlər, izah eləyə bilmədikləri bəzi şeylər var və Whitley'nin oğlu da, balaca oğlu da deyir ki, mənə gecə nə isə bədheybət oğurlamaq istəyirdi. Deməli, bəlkə də bu əslində tam olaraq subyektiv bir şey deyil, bəlkə də həqiqətən də biz yad planetli gəmisinin gəlib bu iki ailəni oğurlamaq istəməsi ilə qarşı-qarşıya ola bilərik. Filmin bizə təqdim elədiyi bir tapmaca kimi bir şeydir əslində bu. Günün sonunda əslində bu film həqiqətən də sırf tipik, elmi, fantastik film kimi sayıla bilər. Sadəcə nəzərə almaq lazımdır ki, əgər bu ikinci variant doğrudursa, bu film olduqca pis çəkilib. Yad planetlilər çox gülməlidir, çox keyfiyyətsizdir və filmin çox az hissəsində iştirak edirlər. Məhz bu səbəbdən izləyicilərin böyük əksəriyyəti Komünyon filmini aşağı qiymətlə qiymətləndiriblər IMDb-də. Cəmsi 5.5. Cəmsi 5.5 qiyməti ilə IMDb-də qiymətləndirilən bir film mənim zənnimcə sırf birbaşa hərfi mənada başa düşülmüş bir filmdir. İzləyicilərin böyük əksəriyyəti filmin əslində allegorik təbiətə malik olduğunu nəzərə almayıblar. Filmin əslində psixoloji triller və psixoloji qorxu filmi olduğunu nəzərə almayıblar. Filmin bir neçə qatdan və təbəqədən ibarət olduğunu nəzərə almayıblar. Mən düşünmürəm ki, bu tipik bir elmi fantastika filmidir. Mən çox ciddi formada ona üstünlük verirəm ki, filmin əslində ötürdüyü əsas mesajlar psixologiyanın sahəsinə daxildir və biz bunu da məhz bu tərəfdən analiz eləməliyik. Amma mənim qeyd elədiyim məsələ açıq qalır. Niyə görə Whitley'nin qonaqları və övladı həmin parlaq işıqları görüblər? Bax, bunun da müəyyən bir izahı var. Psixologiyada belə bir anlayış var, səhv xatırlamıramsa. Bunu tərcümə eləmək biraz çətindir. Amma ingilis dilində bunu sadə formada madness of many, yəni çox kütləvi psixoz və ya kütləvi dəlilik adlandırmaq olar. Bu çox vacib bir məsələdir. Yəni bu xarizmatik bir lider tərəfindən böyük kütlələrə kütləvi formada gərginliyin və hansısa bir, necə deyim, narahatlığın ötürülməsi kimi ifadə edilə bilər. Hətta belə bir ingilis dilində yaxşı bir söz var, delusion. Delusion da tərcümə eləmək bəzən biraz çətin olur. Hərfi mənada bunu xəyal, aldanma, bu tipdə tərcümələr çıxır bəzən qabağıma, amma bu delusion o deyil. Delusion daha yaxşı formada çaşqınlıq kimi, maniya kimi, qarabasma kimi əslində tərcümə olunmalıdır deyə düşünürəm və biz filmdə rejissorun da o daxiliyi ondan ibarətdir ki, belə bir gözəl bir termini, anlayışı yaradıcı formada bizə belə çatdırır. Çünki qonaqlar da bu işığı görür, oğlu da həmin yad planetlərə oxşar nəyinsə onu oğurlamağa çalışdığını görür. Bu o deməkdir ki, əslində Whitley öz problemlərini və gərginliyini öz oğluna da ötürə bilib. Nəsillər arası ötürmədən söhbət gedir burada. Yəni ata öz oğluna öz problemlərini, narahatlıqlarını ötürməyi bacarıb. Film bunu bizə işarə verir. Yenə də biz burada əslində o nəzəriyyəyə üstünlük verməliyik ki, hansı ki o nəzəriyyə bildirir ki, bu film birbaşa yad planetli oğurlanması haqqında deyil və ya birbaşa yad planetli səfəri haqqında deyil. Whitley'nin psixoloji qorxu deməyək, psixoloji macərası haqqındadır. Və ümumiyyətlə Whitley'nin gərginliyi özü bu bağ evində qonaqlara da şuuraltı olaraq təsir eləyir. Xüsusi bir mühit yaradır, hansı ki o mühit qonaqların üzərinə gərginlik və əlavə məsuliyyət yükləyir.
Whitley-nin o qəribə manyak enerjisi də belə deyək və obsessiyası bütün reallığı yenidən yazır və həftə sonu istirahətini çevirir eləyir kollektiv bir təşvişə. Bax, burada əsas məsələ budur. Çox maraqlı bir şeydir. Mən heç bir filmdə bu dərəcədə incə bir toxunma görməmişəm ki, rejissor və eləcə də ssenari bizə müxtəlif o ciddi psixoloji anlayışları belə möhtəşəm yaradıcı formada təqdim etsin. Yəni biz bunu yenə də deyirəm, ənənəvi elmi fantastika filmi kimi həqiqətən də başa düşməməliyik. Çox önəmli bir şeydir. Bu bir məsələdir. Yəni bu işığın qonaqlar və övladı tərəfindən görülməsi bir məsələdir. Amma ikinci bir məsələ də var. Bu da bizə əlavə bir tapmaca verir. Əgər ancaq Whitley-nin başına gələn bir şey haqqında biz söhbət açırıqsa, əgər Whitley şizofreniyadan əziyyət çəkirsə və ya necəsə ağlını itiribsə, necə olur ki, Whitley öz belə deyək, başına gələn bir hadisəni öz həyat yoldaşına sübut etməyi bacarır. Bu nə deməkdir? Whitley qeyd eləyir ki, iddia eləyir ki, mən oğurlanmışam yad planetlər tərəfindən, onlar mənim üstümdə təcrübələr aparıblar və təcrübələr aparanda deyək ki, başının sol tərəfində və ya sağ tərəfində müəyyən orada işarə var. Çünki həmin yerdən yad planetlər ola bilər ki, onun bədəninə müdaxilə ediblər, analizlər aparıblar və s. Əgər bu həqiqətən də belədirsə, onda belə çıxır ki, onun həyat yoldaşı və ya istənilən şəxs, məsələn bir həkim, həmin yerə baxıb, həmin yaranı müayinə eləyib, deyə bilər ki, bəli, Whitley düz deyir. Whitley həqiqətən də yad planetlər tərəfindən oğurlanmışdı. Və biz filmdə nə görürük? Biz filmdə görürük ki, Whitley-nin həyat yoldaşı və o cümlədən həkim həqiqətən də həmin yaranı görməyi bacarırlar. Deyirlər ki, bəli, əziz Whitley, sənin başında və ya boynun nahiyəndə müəyyən bir yara var, müəyyən bir iz var. Onda belə çıxır ki, yenə də bax, digər bundan öncə qeyd elədiyim bir məsələ aktuallaşır. Onda belə çıxır ki, Whitley həqiqətən də yad planetlər tərəfindən oğurlanmışdı. Çünki Whitley sübut eləyə bilir ki, mənim üzərimdə müəyyən bir fiziki sübut var. Amma psixologiyada buna somatizasiya deyilir. Yəni psixoloji, nevroloji problemlər və gərginliklər bir çox hallarda özünü fiziki bədəndə göstərə bilir. İndi bu aydın deyil filmdə ki, Whitley özünə bu yaranı vurub və yaxud da işarəni vurub, yoxsa psixologiyada, yəni psixoloji olaraq, şuuraltı olaraq hansısa bir problem özünü fiziki bir problem kimi göstərməyi bacarıb. Oğlu və qonaqları işıqları görməyi bacarırdı. Yəni Whitley bir növ öz gərginliyini vizual olaraq göstərə bilirdi. Arvadı isə artıq sırf fiziki yara kimi o şahidi olur ki, Whitley-də nə isə yerində deyil, qaydasında deyil. Və onun həyat yoldaşı başa düşür ki, artıq Whitley ilə bağlı nəsə bir iş görmək lazımdır. Artıq onunla bağlı nəsə bir tədbir görmək lazımdır. Artıq heç bir şey əvvəlki kimi deyil. Və kinematografiya nümunəsi kimi təbii ki, film bir qədər artıq öz yaradıcılığından da istifadə etməlidir ki, izləyicidə müəyyən maraq oyatsın. Yəni biz Whitley-nin timsalında və filmin ssenarisinin timsalında görürük ki, makro dünya, yəni dövlət, hökumət, yad planetlərin özü, digər cəmiyyətin nümayəndələri tamamilə təcrid olunublar əslində. Yəni biz deyək ki, ənənəvi elmi fantastika filmlərində görürük ki, yad planetli gəmisi gəlir, dövlətlər, hökumətlər bunu əvvəlcə danırlar, istəmirlər ki, insanlar panikaya düşsünlər və bəzi xüsusi sosial qruplar əmələ gəlir, bəziləri simpatiya göstərir, bəziləri yox. Ümumiyyətlə biz bu filmdə yad planetli gəmisini belə görmürük. Yəni artıq bu özü bir işarədir ki, həqiqətən də biz sırf Whitley ilə məhdudlaşan hansısa bir prosesin qarşısındayıq. Və yad planetlərin özləri kifayət qədər gülməli, oyuncaq kimi görünürlər, havada uçuşan şar kimi görünürlər. Bəziləri isə olduqca kobud və məxfi görünürlər. Bilirsiniz, bunların hamısı filmin istifadə elədiyi müəyyən elementlərdir ki, izləyici bəli, bir tərəfdən
sırf görüntünü əsas alsın və onu düşünsün. Digər tərəfdən də indi təbii ki, əgər izləyici bunu bacararsa və ya necəsə bunda maraqlı olarsa, işin dərinliyinə getsin. Məsələ burada budur. Parlaq işıq elementi var. Bu parlaq işıq repressiyaya məruz qalmış hansısa bir şuurun və ya yaddaşın şuuraltının divarlarını dəlib keçməsi kimi bir başa düşülməlidir. Yataq otağından oğurlanma, məxfiliyin, yəni şəxsi həyatın pozulması, onun sıradan çıxarılması kimi başa düşülməlidir. Yad planetlərin bir qismi həkimlər kimi təsvir olunublar. Yəni həkim kimi bir xalat geyinirlər və yaxud da onlar kimi davranırlar, analizləri aparmağa çalışırlar. Bu da müasir tibbin və psixoterapiyanın əslində necə daha soyuq bir şeyə çevrildiyini, yad bir şeyə çevrildiyini və insanların əslində insanlara qarşı yadlaşdığını göstərə bilər. Bunu bu formada biz yoza bilərik, spekulyasiya eləyə bilərik, mən sizə deyim. Və ümumiyyətlə günün sonunda əslində film fərdin əslində yadlaşması, yad planetləşməsi haqqındadır. Fərdin daxili məninin, yəni özünün necə də kənarlaşması və əziyyət çəkməsi haqqındadır. Whitley'nin qonaqları, övladı və həyat yoldaşının bütün bunların şahidi olması bir daha onu sübut eləyir ki, Whitley'nin daxili böhranı kifayət qədər böyükdür, iri həcmlidir, kifayət qədər belə deyək, qeyri-müəyyəndir, volatildir, yəni və səs-küylüdür. Yəni bu artıq sırf onun öz beyni ilə məhdudlaşmır. Bu artıq başqa insanların, onu sevdiklərinin həyatını dəyişdirən bir şeydir. Bu çox önəmli bir şeydir. Bu paylaşılan ailə travmasıdır. Bu paylaşılan ailə travmasıdır. Yəni Whitley sırf belə deyək, öz problemlərini daşımaqda artıq acizdir. O onu kənara ötürür. Kənara ötürəndə onun günahkarlıq hissi bir qədər də böyüyür. Böyüyəndə isə müdafiə mexanizmləri yaranır ki, necəsə balans formalaşsın və Whitley öz həyatını yaşamağa davam eləsin. Çünki o öz həyatını yaşamağa davam eləsə, onun əlində əlavə bir şans və ya imkan da yaranır ki, fürsət də yaranır ki, o onların öhdəsindən gəlsin. Sonradan zaten biz filmdə bunun şahidi oluruq. Açığı mən onu deyim ki, Whitley obrazı ilə tanış olandan sonra mən düşünmürdüm ki, Whitley könüllü olaraq əməkdaşlıq eləyib özünü, yəni belə deyək də, bunu əgər belə adlandırmaq olarsa müalicə eləməyə cəhd eləyəcək. O mənada ki, mən əvvəldə də qeyd elədim ki, Whitley'nin narsisizm məsələlərindən əziyyət çəkdiyini rahatlıqla görmək olar. Ona görə də belə insanlar adətən könüllü özünü kənar hansısa bir qüvvənin, yəni belə deyək, indiki halda məsələn hansısa bir psixoterapevtin əllərinə vermirlər. Adətən bu ağrılı proses olur, amma filmdə mənə elə gəlir ki, bu da bir təəccüblü elementdir ki, biz Whitley'nin bunu elədiyini görürük. Və hipnoz kimi element bu filmdə çox yaxşı məncə təsvir olunub. Həqiqətən də hipnoz maraqlı məqamları üzə çıxartmağı bacarır. Həm izləyici üçün, həm Whitley'nin özü üçün proseslərin əslində nə məna kəsb etdiyini və vizual olaraq, birbaşa olaraq söhbətin nədən getdiyini görməyə imkan yaradan çox yaxşı bir elementdir. Mənə elə gəlir ki, Whitley orada düzdür, bəzi səhnələrdə biz görürük, müqavimətlər göstərir, çalışır ki, özünü əslində fərqli yöndən belə deyək, tanıtdırsın, amma yenə də günün sonunda problemin olduğunu qəbul eləyir. Film ümumiyyətlə müəyyən bir gərginlik və daha sonra müəyyən bir rahatlıq, çox az, amma sonradan yenə müəyyən bir gərginlik dalğası ilə belə deyək də, yəni baş verir. Və mənə elə gəlir ki, filmi yaxşı başa düşmək üçün onun xüsusi bir səhnəsi var, ona fikir vermək lazımdır və onu təhlil etmək lazımdır. Bu səhnə Whitley'nin könüllü olaraq evini tərk eləyib gedib həmin o bağ evinə getməyi ilə əlaqəli bir səhnədir. Filmin sonlarına doğrudur, apofeozdur. Yəni Whitley maşına oturur və başa düşür ki, o özü qorxuların üstünə getməlidir. Belə deyək, yad planetlilər onu bağ evində adətən
belə deyək, tapırdılar və böyük ehtimal ki, o yenə ora getsə, yenə onları görəcək və bu dəfə daha qətiyyətli formada onlarla ya mübarizə aparacaq, ya onları başa salacaq və s. Yəni bax belə bir səhnə var. Yolla gedərkən parlaq işıq görür yenə. Müəyyən bir məbəd kimi bir şey görür. Daha sonra məbədə daxil olur. Əslində bu məbədə daxil olmaq onun öz şuuraltına, öz şuuruna bəlkə də müəyyən mənada daxil olması ilə bağlı bir şeydir. Çox möhtəşəm bir səhnədir. Çünki daxil olan kimi o həmin yad planetləri yenə görməyə başlayır. Uzun boylu, havada uçuşan belə maraqlı bir yad planetlər, bir də yerdə gəzişən kobud və kiçik yad planetlər və burada həmin o yad planetlər ondan tələb edirlər ki, o papağını çıxarsın və əlində gətirdiyi video kameranı kənara qoysun. Whitley ümid eləyirdi ki, gördüklərini video kameraya çəkərək kənar dünyaya da sübut etməyi bacaracaq ki, yəni belə deyək də, yəni bu yad planetlər realdır və o bundan əziyyət çəkir. Amma bu iki element dərhal ondan uzaqlaşdırılır. Papaq belə şlyapa kimi bir şeydir. Ona görə ondan uzaqlaşdırılır ki, o Whitley-nin personasını əks etdirir. Düzdürmü? Whitley şlyapa qoyaraq özünü ifadə eləyir, öz müstəqilliyini, öz müstəqil mövqeyini moda, dəb vasitəsilə, geyim vasitəsilə ifadə eləyir və həmin yad planetlər ona başa salırlar ki, yox, burada sənin personan, yəni heç bir əhəmiyyət daşımır. İkincisi, video kamera, belə deyək də, sən onu çəkib kənara apara bilərsənsə, bu insan haqqında müəyyən məlumat ötürür yenə də. Yəni sən sanki müşahidə edə bilərsən bugün burada nə isə, amma çəkib harasa aparıb bunun üstündə işləmək mümkün deyil. Elə şeylər var ki, ümumiyyətlə insan şuuru ilə, şuuraltısı ilə bağlı sən onu sadəcə yaşaya bilərsən, təcrübədən keçirə bilərsən və onu hafizəndə xatırlamaq kimi bir lüksun yoxdur. Mən bunu belə başa düşdüm. Daha sonra daha maraqlı bir şey baş verir. Whitley həmin o kiçik yad planetlərlə rəqs edir, salamlaşır, gülür, deyir, gülür. Yəni çox belə möhtəşəm, maraqlı, əyləncəli bir vaxt keçirir. Whitley yəni qorxuları ilə barışmağa başlayır. Qorxuların üstünə gedir. Belə deyək, gözləntilərini orada necəsə qarşılayır və çox maraqlı bir, möhtəşəm bir səhnədir. Amma bütün bu çox kəskin olaraq dayanır və həmin yad planeti digər o məbədin digər bir hissəsinə əli ilə göstərir və orada Whitley özünü görür. Daha özünə inamlı formada, persona orada artıq özünü daha fərqli formada göstərir. O sehirbaz kimi özünü görür. Yanında da səhv xatırlamıramsa həyat yoldaşını və ya bir qadın görür. Amma həmin persona Whitley-yə yeni heç bir şey demir. Whitley-nin indiyə qədər yad planetlərə ünvanladığı bütün sözlər, cümlələr, ifadələri o Whitley-nin özünə qaytarır, özünə deyir və daha özündən əmin formada, daha belə maraqlı, biraz da qorxulu formada bunları eləyir. Whitley başa düşür ki, bu məbəd elə əslində onun özüdür, yəni. O artıq özünü tapıb. Bütün indiyə qədər baş verənlər də onun özü ilə məhdudlaşan bir prosesdir. Özü ilə başlayan, özü ilə bitən bir prosesdir. Whitley özünü başa düşməyə çalışıb. Bütün bax bu macəra baş verəndən bu yana. Bilirsiniz, bu səhnə çox dərin səhnədir. Bəlkə də mən bu səhnə haqqında olduqca uzun müddət danışa bilərəm, amma qısaca mən bəzi şeylərə toxunacağam. Bu səhnədə ümumiyyətlə Whitley özü ilə ünsiyyətə daxil olmağa çalışır və danır, deyir ki, yox, bunların hamısı bir yuxudur, mən yuxu görürəm. Və əslində bəli, bu həqiqətən də belədir. Whitley yuxu görür. Whitley yuxuya gedərək öz şuuruna səyahət eləyir və ya şuur altına səyahət eləyir. Bunu ayırd eləmək mənim üçün bir qədər çətindir. Çünki şuur da şuur altı qədər önəmli bir şeydir. Amma mən düşünürəm ki, bəli, şuur altı burada önəmli rol oynayacaq. Və bütün bunlara rəğmən, hətta o yuxuda olsa belə, bu məsələlərin əhəmiyyətini azaltmır. Yuxuda olmaq da əslində bizim bütün o şuurumuzun və şuuraltımızın önəmli tərkib hissəsidir və bəzən bütün bu həyati əhəmiyyətli şeylər bizim sosial mühitimizlə olan o maraqlı, qarşılıqlı münasibət, eləcə də psixoloji transformasiyamız elə yuxuda baş verir. Və bəzən bizim bundan xəbərimiz olmur.
İndi Whitley müəyyən qədər bəxtəvərdir, çünki o proseslərə necəsə hakim olmağı da bacarır, qorxuların üstünə də gedə bilir, amma bu heç də təbii ki, hamının başına gələ biləcək bir şey deyil. Amma bu səhnədə biz önəmli bir məsələni görürük. Biz görürük ki, ortalıqda bir Whitley'nin özü var, bir də onun alter egosu var. Alter egosu ona yad planetli maskası kimi bir şey təqdim edir və deyir ki, ona diqqətlə bax. Və elə bu dəm həmin maskanın qırılır və qırılaraq altından ikinci bir hissəsindən belə daha qorxulu, bədheybətə oxşar, belə nəsə bir həşaratvari bir şey, qəribə səslər çıxarır, onu qorxutmağa çalışırsan ki. Və bu elə çox önəmli bir mesajı bizə ötürür ki, əslində kənar təbəqə, kənar bir qat çox maraqlı, belə xoş, bəzən aldadıcı ola bilən bir şey ola bilər. Lakin daxildə müəyyən travma və yaxud da müəyyən kobud və qorxulu bir nə isə həmişə yaşamağa davam eləyir və o özünü gec-tez necəsə göstərməyə çalışır. Yəni daxili təbəqə burada psixoloji, repressiyaya məruz qalmış psixoloji prosesləri təmsil eləyir və o elə bir şey deyil ki, sən onu asanlıqla görə bilərsən, o elə bir şey deyil ki, o özünü asanlıqla göstərə bilər. Amma orqanikdir, yəni o yaşayır. Çünki biz Whitley'nin iddialarında və onun təsəvvürlərində yad planetləri adətən statik və oyuncaqvari bir şey kimi görmüşük, amma biz bu səhnədə fərqli bir yad planet anlayışını görürük, daha belə qorxulu, terror əstirən bir şey kimi görürük. Yəni kənardan çox şey plastik və səthi dayaz ola bilər. Daxildən isə hər şey çox daha fərqli, qorxulu, orqanik ola bilər. Bax, bu səhnə Whitley'nin elə ümumiyyətlə bütün film boyu bizə çatdırmaq istədiyi bir obraz kimi çatdırmaq istədiyi mesajı ötürür. Nəzərə alın ki, insan müəyyən bir həyat yaşaya bilər, o özünü xoşbəxt hiss edə bilər, amma o özünü tanımaya bilər, nədən əziyyət çəkdiyini, nələri əslində həqiqətən istədiyini və nələrin onu xoşbəxt elədiyini bilməyə bilər. Amma onun yaşı dayanmır, onun yaşı artır, o yəni belə deyək, qocalır, ailəsi onu belə deyək, ailəsinin ondan gözləntiləri var. O əgər bir iş işləyirsə, məsələn, yazıcıdırsa Whitley'nin timsalında onun oxucularının və onun naşirinin ondan gözləntiləri var. Bax, bunların hamısı bir-biri ilə tarazlıqda olmasa, o tarazlıq gec-tez özünü göstərəcək. Bu səhnə göstərir ki, məbədə giriş eləyən Whitley öz problemləri ilə, qorxuları ilə və yaxud da bilmədiyi şeylərlə zarafat eləyib, qeyri-ciddi yanaşaraq əslində heç nədən qaça bilməyəcək və heç bir problemi həll eləyə bilməyəcək. Və yaxud da yad planetli obrazı ilə öz travmalarını yumuşalda bilməyəcək. Və o özü ilə sülhə daxil olmalıdır. Daxili sülhünü o özü necəsə tapmalıdır. Yəni keçmişin qorxulu bir yönləri olsa da, o həmişə daha belə maraqlı və cazibədar bir qat altında gizlənir və bu heç nəyi dəyişdirmir. Bax, bu məsələ olduqca vacib bir məsələdir filmi başa düşmək üçün. Filmdə bəzi yerlər yeri gələndə izləyici üçün darıxdırıcı gələ bilər. Filmin bəzi yönləri gülməli gələ bilər, maraqsız gələ bilər, amma sırf bu səhnəni görmək üçün mənə elə gəlir ki, Whitley, daha doğrusu mənə elə gəlir ki, izləyici səbirli olsa, çox yaxşı bir düşüncə, müəyyən bir düşüncə qidası əldə eləyir, mən belə deyərdim. Yəni, hər şey hissə-hissə, addım-addım baş verir. Əgər bizim şuurumuz müəyyən problemləri birbaşa elə bizim özümüzə ötürsə, yəni insan psixologiyası, insan beyni, yəni şuuru bunu birbaşa qəbul edə bilməz. Yəni bu onu məhv eləyər. Ona görə də Whitley timsalında biz görürük ki, yad planetlilər və ona oxşar şeylər müdafiə mexanizmləridir. Bunlar psixoloji bufer rolunu oynayır.
Çünki Whitley üçün bir yad planetlini təsəvvürə gətirmək və onlarla necəsə mübarizə aparmaq daha asandır. Nəinki onun özü ilə apardığı mübarizədə necəsə bir proqres əldə etməyi. Bilirsiniz, bu çox vacib bir məsələdir. Həmin səhnədə Whitley-nin özünü görməsi və onunla olan ünsiyyəti, belə deyək də, Whitley öz şu alter egosu ilə müəyyən bir ünsiyyətə daxil olur. Deyir ki, bu Çin qutusu kimidir. Bu Çin qutusu Rus matryoşkası kimi bir şeydir. Yəni bir qutudur, açırsan altında bir dənə də qutu var, açırsan altında bir dənə də qutu var. Yəni burada məsələ belədir ki, yəni sən heç vaxt əslində bu qutuları açıb nə vaxtsa dayanmayacaqsan. Yəni həqiqət həmişə qatlarla açılır insan üçün və bu qatlar sonsuzdur. Ümumiyyətlə axtarış prosesi sonsuzdur. Bizim şuurumuz müəyyən bir reallıqları sonsuz formada başa düşə bilir. Və belə deyək də, Whitley müəyyən bir labirintdədir, daxili böhran labirintindədir əslində. Düzdürmü? Yəni bizim daxili dünyamıza səfər eləməyimiz olduqca əslində təhlükəli bir şeydir və obyektiv olaraq sonsuz bir prosesdir. Yəni filmin marağı da məncə burdadır. Filmin adı da ona görə Komünyondur. Yəni oğurlanma deyil, nə bilim, başqa bir şey deyil. Komünyon qarşılıqlı ünsiyyət mənasını verən bir sözdür. Hər iki tərəfin iştirakı ilə mübadilənin baş verməsi mənasını verən bir sözdür. Və filmin sonlarına doğru siz görürsünüz ki, Whitley həmin o yad planetlərlə mübarizə aparmağı dayandırır. Yəni o hətta ən sonuncu səhnəsində o ümumiyyətlə hansısa bir parkda dayanır, ailəsi də yanında və ətrafına baxır. Film göstərir ki, insan özünü başa düşə biləcəksə, daxili sülhə nail ola biləcəksə, onun ən yaxını elə onun özüdür və bir də ailə üzvləridir. Öz yaratdığı ailə nəzərdə tutulur. Bax, belə bir maraqlı bir filmdən söhbət gedir və filmin adı onun mənasını başa düşmək üçün önəmlidir. Yəni, komünyon bir şəxsin kənardan müəyyən bir stimul əldə etməsi və daxildən dəyişməsi mənzərəsini ortalığa qoyur. Fikirlərimi yekunlaşdırmaq istəyərdim, çünki açığı podkast bir qədər uzun alınıb, amma mənə elə gəlir ki, belə tip biraz dərin analiz filmi tanıtdırmaq baxımından da yaxşıdır və belə deyək də, ondan əldə edə biləcəyimiz faydanı başa düşmək üçün də olduqca lazımlıdır. Bir sözlə bu filmi izləmək mənə elə gəlir ki, artıq belə deyək, hardasa 27-28 yaşdan sonra insanların həyatında aktuallaşan bir çox mövzunu başa düşməyə kömək eləyir. Çünki Whitley uşaqlıq dövründə də, öz uşaqlığında da travmaları almış birisi olub. Sonradan artıq yetkinləşəndən sonra, öz ailəsi olandan sonra sosial mövqeyi ilə öz iqtisadi belə deyək, imkanlarını sübuta yetirməyə çalışarkən problemlər yaşayır. Uşaqlıqda da travmalar olub, indi də hal-hazırda yetkin bir şəxs kimi, ailəsindən məsul bir şəxs kimi müəyyən əziyyətlər çəkir. Və nəticə etibarilə onun mövcud o ağrıları, daxili ağrıları, mənəvi ağrıları kənarlaşmalı olur ondan. Və bu kənarlaşmalar yad planetli imicləri formalaşdırır. Həmin yad planetli imicləri və yaxud da görüntüləri, belə deyək, onun öz daxilinə gedən bir yolun başlanğıcına çevrilir. Bu müdafiə mexanizmi kimi bir şeydir və Whitley üçün müvəqqəti bir macəra rolunu oynasa da həyati əhəmiyyətli məsələlərdə nəticə əldə etməyə kömək eləyir. Mənə elə gəlir ki, filmin sonundakı səhnə çox şey izah eləyir. Çox ətraflı qalmayacağam onun üstündə, amma bayaq qeyd elədim bu haqda. Mənə elə gəlir ki, psixologiya ilə maraqlanan insanlar və bu sahədə dərin bilikləri olan insanlar filmdən daha çox fayda götürə biləcəklər, çünki söhbət həqiqətən burada psixoloji bir əməliyyatdan gedir. Whitley-nin məruz qaldığı bütün o görüntülər, halüsinasiyalar, onun yuxuları və s. bütün bunlar ona verilən ikinci nəfəs və eyni zamanda da bir şans idi.
kənardan qorxulu görünə bilər, kənardan pis bir şey kimi görünə bilər, amma mənə elə gəlir ki, bu Whitley üçün olduqca əhəmiyyətli dəyişikliklərə də gətirib çıxardı. Müasir insan, yəni artıq öz şuurunda və şuur altında aza bilir. Yəni ora daxil olub bir nöqtədən digər nöqtəyə getmək istəyərkən yolunu itirə bilir. Filmin əsas mesajı budur və bizim yaşadığımız reallıqlar hamısı psixologiyamızın və sosial mühitimizin bir çox hallarda, o cümlədən iqtisadi şərtlərin konstruksiyasından ibarətdir. Və fərd bunların arasında balansı təmin etməlidir, fərqində olmalıdır, qərarlar verməlidir. Bəzən qorxaq yox, cəsarətli olmalıdır. Bax, bütün bunlar mənə gəlir ki, Komünyondan mənim əldə edə bildiyim məsələlərdir. Və filmi birmənalı olaraq tövsiyə edirəm ki, izləyəsiniz və izləyərkən bütün bu detallara fikir verəsiniz. Mənim haqqında danışmadığım çox şeylər var. Obrazlar var ki, o obrazlar haqqında daha uzun danışmaq olardı, daha çox danışmaq olardı. Məsələn, Whitney'nin həyat yoldaşı çox önəmli bir obrazdır. Amma təbii ki, belə olan halda bu podkast daha da uzanacaq və bir mühazirə xarakteri daşıyacaq. Təbii ki, mənim məqsədim bu deyil. Ümid eləyirəm faydalı oldu. Dinlədiyiniz üçün təşəkkürlər, minnətdaram.